Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Həm söhbətim yenə də sevimimiz olan numeroloq Kəmalə Mürsəlovadır. Xoş gördük Kəmalə xanım. Xoş gördük Səba müəllim. Öt Həmişə sizi görək. Sağ olun. Ötən verilişimiz də maraqla qarşılandı. Elə lap axırdakı 2 dəqiqədə dedilər, elə danışdınız ki, biz maraqla növbəti verilişi gözləməli olduq. Çünki o uşaq, ailə məsələsinə keçid elədik, dedik gələn söhbətimizdə ondan geniş danışarıq. Amma bir sual da verim. Məsələn, birdən astroloq olaraq soruşurlar ki, Səba müəllim, ən bəxti gətirən bürc hansıdır? Nə bilim, ən bəxti gətirməyən bürc hansıdır? Mən təbii ki, izah verəm ki, o bürclə deyil. Hər bir bürcdə bəxti gətirən, gətirməyən, ya da bəxtin gətirib gətirməməyinə də doğru yanaşmam. Amma bütün hallarda rəqəmlərlə də bağlı deyirlər ki, Kəmalə xanımla soruşun görək, ən bəxti gətirən rəqəm hansıdır? Görünür bizim o biri verilişlərə baxmayıb. İndi baxmayanlar üçün deyək görək, bəxti gətirən demək olarmı, ya bəxti gətirməyən? Əslində mən onun tərəfdarı deyiləm. Bəli, onu kimsə məsələn belə deyim də, qoy bilsinlər ki, Instagramda, TikTokda şou məqsədli məsələn o paylaşımlar Müştəri yığmaq üçün. Şou məqsədli ki, ora biri hərə bir atsın, tullasın, orada biri bir mesaj yazsın, o birisi ona bir onun əksinə getsin. O məqsədlə deyirlər. İndi razılaşın ki, astrologiyada belədir və mən deyirəm ki, 100% hər bir şeyin, necə ki, astrologiyada bir bürcün 3 mərhələsi var, yəni 3 etapı var. Bəli. 3 etapdan biri, yəni ən ali, ondan sonra ən aşağı dərəcə, bir də orta dərəcə, yəni bilirik də bunları. Və bizdə də negativi və pozitivi var. Bizdə ən çox mən orta, görürsən olur, orta da olur, bir rəqəmin ortası. Həmişə mən deyirəm ki, dəngə tutmağa çalışmaq lazımdır. Amma inanın ki, demək olmaz ki, ən xoşbəxt rəqəm budur. Belə deyə bilərik ki, bax, mən onu belə şeylərə bölərdim. Ən çox pul qazanmağı bacaran rəqəmlər, məsələn, bunlar var. Yəni, bunu deyərəm. Bacaran, pul qazanmanın yolunu bilən, amma çoğu onlar da bilmir də, yəni onu demək istəyirsiniz. Yəni, o birlərə baxanda onlar çox qazanar. Onu mən deyə bilərəm, arxasında da duraram. Yəni, bu analizlərdən də görmüşəm, yəni bu belədir. Və yaxud da sevgidə, evlilikdə ən çox bəxti gətirən rəqəm deyə bilərəm. Və yaxud da bəxti gətirməyən. Amma şanslı dedikdə, ümumiyyətlə şansa mən o qədər də belə inanmıram. Şansı insan özü yetişdirir. Ay, sağ ol. Bəzən şans da gəlir, görüm hər kəs ondan istifadə edə bilirmi? Bu da var, hə. Onun bir momentləri olur, onun bir vaxtı olur. O şansı siz demiş, üst-üstə düşməlidir nədənsə. Amma yenə də biz hərəkət, çaba, bir şey eləmək, niyyət, əməl, bütün bunlardır. Biz çəkirik öz həyatımıza, gətiririk, yarada bilirik onu. Əlbəttə ki, ən böyük yaradıcı Allahdır. Amma bizə də cüzi, yəni iradə verilib bir çox şeyləri yerinə qoymaq üçün. Ona görə ən şanslı deyə bilmirəm. Mən dediyim şeyləri əgər istəsəniz o mövzularda danışa bilərik. Yox, mənim elə belə deyim də mövqeyimə uyğun dediniz. Çünki birdən də elə filan bürcün nümayəndələri daha çox türmədə olur. Güya başqa bürcdən olanlar tutulmur. Yəni hər vəzifəli adam da, nə bilim, vəzifəsiz, işsiz qalan adam da hər bürcdən var. Sadəcə bəzi bürclər var. Məsələn, astrologiyada deyir, ən varlı bürc buğa, şir, oxatandır. Amma işsiz qalıb acından ölən şir, buğa, oxatan yoxdur. Sadəcə onlar qazanmağın, idarə etməyin yollarını bilirlər. Hər adam bildiyini görüm, tətbiq edə bilir, yoxsa yox. Kəmalə xanım, hə, fərdi qaydada deyə bilərəm. Bir adamın öz xəritəsini hazırlayıb deyə bilərəm. Kəmalə xanım da bir adamın analizini əldə eləyib, yəni analiz eləyib deyə bilər. Ona görə də kimsə istəsə, efirdə nömrəsi gedir Kəmalə xanımın, müraciət edə bilərlər. Amma ümumiləşdirilmiş bir şey hamıya aid eləmək olmur. Ötən verişdə orada qaldıq, bu ailə, uşaq məsələdir. Mən məsələn, keçən dəfə çox maraqlı oldu. İzləyicilərimiz fikir vermişəm. Ən çox bir rəqəmi filan şeyə belədir. 2, 3, 9-a qədər gəlirik. İndi uşaqlarla bağlı məsələn, bunun karması birdir, tutaq ki. Bunu necə tərbiyələndirmək olar, islah eləmək olar, o normal bir həyat tərzinə, o mənəvi yükü azaltmaq şərti ilə necə gətirmək olar 9? Bunlardan danışsaq məncə baxacaqlar. Gözəl sualdır, gərəkli sualdır, analara lazım olan sualdır. Çox doğru, düzgün, yəni
hətta yadıma saldınız belə deyək ki, yəni bundan danışmaq lazımdır. Bəli. Daha çox bundan danışmaq lazımdır. Niyə? Tutaq ki, anada, atada əgər birdən karma var, bu adam özgüvəni yoxdur, azdır. Yəni bu özü də hiss edir. Çünki mən analiz eləyəndə görürəm ki, orta səviyyədə güvən olan var, soruşuram ondan artıq. Çoxmu güvənsizsiz? Yəni azmı? Çünki olmayanda güvən onu %100 deyirəm mən ki, güvən yoxdur. Deyir ki, hə, yoxdur. Və yaxud da ki, güvənim var, deyir, bəli, güvənliyəm. Amma elə nüanslar olur ki, orada yeri gəldi güvən olur, yeri gəldi deyir, o qədər düz deyirsiniz ki, Kəmalə xanım. Yəni mən də güvən yaranır, itir, bunun içərisindəyəm. Bax, belə bir şeyi əgər uşaqda görürsən ki, lap heç o görürsən ki, birdən karması var uşağın. O uşağı necə tərbiyə edeyim? O uşağı necə yönəldim ki, məsələn, mənim kimi, yəni ata kimi özgüvənsiz olmasın. Birincisi, onu deyim ki, bu numerologiyanı bir tərəfə qoysaq, hələ numerologiyanı, astrologiyanı ailədə uşaqla atanın gözəl münasibət olması çox böyük şeydir. Qız evladlarına da, oğlan evladlarına da dəxli yoxdur. Çünki uşaq ata ilə bağ qura biləndə, daha doğrusu ata uşaqla bağ qura biləndə, uşaq özgüvənli olur, özgüvənli böyüyür. Son ki, bilir ki, dalında elə bir dağ var. Yəni bu ana ilə olan bağ deyil. Ana ilə olan bağ sevgi verir, mərhəmət verir, şəfqət verir, başqa duyğular verir. Ata ilə olan bağ isə güvən. Yəni özünə güvən birinci növbədə. O da nədir? Kök çakradır. Kökdə ata nəsli bir rəqəmi ümumiyyətlə ata ilə əlaqəlidir. Və belə bir uşaqlara, əgər uşaqda birdən karma çıxıbsa, o zaman bu uşağı özgüvənli böyütmək lazımdır. Yəni o etdiyi işlərə, onun baxmaq, diqqət eləmək. Görən bir işi görüb, özü bəyənirmi onu? Yoxsa uşaqlar var, məsələn, belə kubik rubiklərdən ev tikir, dağıdır, ev tikir, dağıdır. Yəni dəfələrlə onu eləyir, ya nəyəsə xoşuna gəlmir, ya yox bu belə deyil. Uşağa öyrətmək lazımdır, göstərmək lazımdır ki, etdiyin işləri bəyən. Gözəl eləmisən, özünə güvən, qəşəngdir və onu uşaq da böyüdükcə onu elə bir seksiyalara, belə deyim, elə bir dərnəklərə vermək lazımdır ki, uşaq orada öz belə deyək, liderliyini təmin etsin, ortalığa qoya bilsin. Ən çox üzbəüz görüşlər. Şahmatdır, şaşkidir, dominodur, tenis, ikili. Nərddir. İkili, hə, nərd də ola bilər. İkili oyunlar ki, uşaq orada bir dəfə qələbə qazanmaz, iki dəfə artıq o özünə ona inam yaranar. Niyə? Çünki birdən karma addım at deməkdir. Uşaq bir dəfə, iki dəfə məğlubiyyətə uğrayanda sonra addım atmaq istəmir. Onun həmişə yanında, birdən karması olan uşağın yanında olaraq onu həvəsləndirmək, motivə eləmək və sən hər kəsdən yaxşı iş görə bilirsən. Sənin gördüyün bir saatda işi başqası 3 saata görə bilmir deyərək onu həvəsləndirmək lazımdır. Təbii ki, müəyyən dövrə qədər də sonra artıq özü anlayanda özü gedir. Düzdürmü? Yəni tərbiyə dövrü var da, o tərbiyəni göstərmək, uşağın yanında olmaq. Bunu da hər valideyn bacarmır. Kimsə işində, gücündə olur. Yəni uşaq necə öz başına böyüyür, yəni nənə ilə, ya dayə ilə. O həmən şeylərə, düzdür, elə analar var ki, vaxt ayırır, uşağının bircə-bircə bütün təlimatlarını belə verir ki, bunu belə eləmək lazımdır. Yəni yenə də anadan keçən o enerjini kimsə vermir. Yəni uşağa bir sözü deyirsən, onu dayə də deyir, nənə də deyir, ana da deyir. Ana deyən söz daha əzizdir, daha gözəldir, daha tez uşaq onu qavrayır. Yəni burada başqa bir şey yoxdur. Həmən 3 nəfər, üçü də eyni şey deyir. Amma uşaq anadan, yəni bu enerji məsələsidir. Anadan daha tez götürür, daha tez yerinə yetirir, daha tez ona çatır o şey. Həm sevir, həm də lap doğmadır. Bəs burada bir sual verim izləyicilər, yəqin qaranlıq qalmasın deyə. Bu dediyiniz hansı yaşa qədər təxminən? 0-8 deyəkmi, yoxsa daha yuxarı? 8 yox, bizdə Bu dediyiniz məhz. 0-9, bizdə 9 illik döngüləmə gedir. 0-9 demək olar. Yəni əslində 10 yaşa qədər deyək, başlayaq. 9-a da əslində belə deyək də, bax birinci sinif ən çox, bax uşağın keçid dövrü 6-7 yaşdır. Keçid dövrü. Ora qədər o uşaqdır, lap balaca. Yəni ondan daha çox işləmək lazımdır. Ən çox da ananın, atanın, yəni ailə daxili. 7 yaşdan sonra, 6-7-dən sonra elə ki məktəbə gedir, artıq ikinci dönəm başlayır, 6-12 yaş arası. Bu zaman uşaq kimlə götürür? Ətrafdan, dostlarından. Hətta cəmiyyətə, birdən-birə cəmiyyətə çıxır. Cəmiyyətə atılır. Bəli, ona görə
Bax, ən çox 6 yaşına qədər uşağa nə verdiniz, nə yüklədiniz, nə qoydunuz, yəni kardır. Odur. Ondan sonra o artıq qıraqdan bucaqdan götürəcək. O qıraqdan bucaqdan gələn o bilgilər, o informasiyalar e, güclü olmaması üçün, yəni birinci növbədə sizinkinin olması üçün siz bəli o 5-6 ili gözəl işləməlisiniz uşağınızı. Bəs Ona 2. görə. 9-u isə indi 2-yə keçəcəm. 9-u ona görə mən dedim ki, 0-9 yaş aralığı bizim bax doğum günümüz var ha. O bizi ən çox, məsələn, kimsə 3-ündə doğulubsa, 9 yaşa qədər o 3-ün bütün ən yaxşı və pis tərəfləri o uşağın üstündə olur da, ən çox özünü orada göstərir. Düzdür. Ayın 3-ü doğulan adam ömrünün axırına qədər 3-ün enerjisindədir. Amma 9 yaşına qədər o 3-ün hər tərəfini yaşayır o uşaq. Yəni hansı rəqəmin olursa olsun. Və çox da qəribədir ki, nəyə fikir vermişəm. Dinimizdə 9 yaşdan uşağa Namaz qılma, ibadət eləmək. yox, günah yazılır. Hə, elə onu deyir də. Hə. Qızlar da deyir namaz bağlansınlar artıq 9 yaşdan sonra namaza başlasınlar. Yəqin elə ona görə. Cəlb eləyən uşaqlara günahın yazılır. Yəni artıq insan olur, bir dönəmi keçir. Numerologiyada 9 illik döngü, bax 9 il bir dönəmdir. Sən bu dönəmi yaşadın, nəyi əyri yaşadın, nəyi düz yaşadın, nəyi mənfi Keçir yaşadın. o birisinə. Sonra bu 9-da sən öz hədiyyəni alırsan ya da ki almırsan heç nə. Sonra keçirsən, ikinci dönəmi yaşayanda artıq sənə yenidən şanslar verilir. Həmən o şansları başlayırsan yenidən artıq 9-18 yaş arasında onları yaşamağa. Ona görə deyirəm ki, yəni birinci dönəm bitir, sənə artıq uşaqlıq dövrü, yəni 9 yaşdan sonra günah yazılmağa başlayır. Yəni sən artıq kamilləşdin, öz uşaqlıq dövrünün kamilliyini yaşayırsan. Deməli, 2 rəqəmi. Əgər bir uşaqda 2-dən karma varsa, o uşaq çox sevgi verən bir uşaq olacaq. Ona görə də sevgi tələb edən uşaq olacaq. Ona görə bu uşaqlara qızdırsa daha çox sevgi vermək, oğlanlara da əlbəttə ki vermək, amma özünüz bilirsiniz ki, oğlanlara çox da həddən artıq sevgi verməklə onların o fıtratlarını pozmaq olar. Yəni o yəni belə deyək. Və 2-dən olan uşağa, yəni şəfqət, sevgi, mərhəmət, bunları əlbəttə ki, aqressiv də ola bilər. Qısqanc ola bilərlər bu uşaqlar, qısqanc. Yəni belə deyək də, filan kəsə çox sevgi verdim, mənə az verdi. Və yaxud da ki, nə bilim, kimisə çox əzizlədin, ya bacı qardaşı olmaya da bilər, başqa, hətta ev heyvanı, onu çox istədim məndən. Bax, bunlar çox vaxt yəni sevgiyə, şəfqətə, mərhəmətə düşkün olurlar, düşkün rəqəmlərdir. Və buna görə də bunu bilmək lazımdır ki, uşağa diqqət, qayğı, bir də bu uşaqlara sizin verdiyiniz diqqətdən başqa özlərindən, onlardan tələb eləmək lazımdır. Çünki 2-dir bu, 2-nin fikri həmişə başqasında olacaq. Kimi necə məmnun edeyim? Yəni sən heç kimi məmnun etmək zorunda deyilsən, məcburiyyətində deyilsən deyə uşağı başa salmaq lazımdır. Və ona alma-vermə dəngəsini öyrətmək. Sən kimdən nə qədər önəm dəyər görürsənsə, ona da bir o qədər önəm dəyər verməlisən və yaxud oradan uşağa balans öyrətmək. Az-az, gündə az-az bu uşaqda deməli, ananın fikri uşaqda olmalıdır. Çox mühüm məsləhətdir. Çox mühümdür, çox həddən artıq. Məsələn, bir dənə oğlan uşağı, o dostuna, bu dostuna, balaca deyil, görsən birinci sinifdə oxuyur, ona birinə ruçka verir, o birisinə dəftər bağışlayır, buna hər kəsdən sevgi və əvəzində gözləyir. Belə uşağı sinifdə də hörməti olmur. Niyə? Hamı elə bilir ki, o elə verəcək. O hər kəsə davamını hətta istəyirlər, nəinki əvəzini vermək. Hətta onu yəni saymırlar da. Və belə deyək, böyüyəndən sonra da o uşaq həmişə dostları tərəfindən xəyanətə uğrayır. Əgər qadın kişi münasibətidirsə, qızdırsa görürsən oğlan ondan üz döndərir. Çünki sən ona çox sevgi verirsən. Yəni bir tərəf, iki tərəf, bəli, 2 olan kəs o böyüyəndə də o sevgi yolunda bunları yaşaya bilir. Amma yəni birinci növbədə uşağın diqqətini özünə çəkmək. Sən birinci özünə baxmalısan, özünə fikir vermək. Başqa rəqəmlərə bunu lazım deyil o qədər də demək ki, ay özünü inkişaf elətdir, özünə bax, özün sən birinci. Bu 2-lərə mütləq lazımdır onu demək. Çünki 2 xidmət üçün gəlib bu dünyaya. Sanki onun alnına yazılıb ki, mən xidmət edəcəm. Belə bir şeydir.
3. 3 rəqəmi, 3-ün uşaqlarını, yəni 3-lər zaten cıvıl-cıvıl olurlar. Onlar belə ümumiyyətlə sosiallaşmağı sevərlər. Bacardıqları çox şeylər olur. Əgər uşaqda 3-dən karma varsa, onun bacarıqları çox olar. Amma bəzən onlar görünmək istəməz. Yəni düzdür, 3 rəqəmi cıvıl-cıvıl bir rəqəmdir. Amma oradan karma varsa, görünmək istəməz. Danışmaqdan qorxar. Birdən özümü doğru düzgün ifadə eləmərəm və yaxud da danışaram, səsim kəsilər. Ümumiyyətlə eşidilmərəm. Belə bir şeylər ola bilər. Ona görə o uşağın özünü ifadə tərzinə fikir vermək lazımdır. Bir ana olaraq, hətta yayda belə uşağı dərnəklərə vermək əl işləri. Qızdırsa muncuq düzmək, tikiş tikmək, yemək bişirmək, bunlar hamısı üçün işləridir. Oğlandırsa alətlərlə nəsə düzəltmək, yenə də yəni cürbəcür bir dizayn eləmək, bir şeylər. Bu belə dərnəklərə uşaqların verilməsi onun nəsə bir şey düzəldib, bunu mən düzəltdim, bunu mən etdim deyib ortalığa qoymağı, amma eyni zamanda egonun qalxmasına imkan verməmək. Yəni 3-dən karması olan uşaqların ola bilər iki tərəfi olur. Tamamilə egosu olmur. Özünü, yəni onsuz da bilirəm də, mən kimə özümü gözə soxacam, bax belə bir his. Eləsi də olur ki, özünü göstərmək üçün əldən birdən gedir, bütün günü çalışır, vırışır, kimlərinsə gözünə girsin. Oradan da balans, yəni uşağı belə öyrətmək lazımdır. Yəni bu uşaqlara özünü göstərməyi, bax ən azından ki sən bu işi gördün, onu təqdim eləməyi öyrətmək. Yəni bunu bacarmağı, yəni mən deməsinlər, bunu mən etdim, mən bacardım, mən egonu qaldırmasınlar. Biraz uşaqlarda, bəzilər adamlarda ola bilir belə şey ki, ay mən hara getdim, mən bacardım, mən bunu etdim, mən bacaracağam. Olmaz 3-ə bunu demək. 4-ə keçək. 4-lə gələn bu, yəni karma ilə gələn uşaqların səbirli olmağı, səbir. Başladığı işi sona çatdırmağı, yəni sən bunu başlamısan, tutaq ki, qarşına məqsəd qoymusan ki, sən idman edəcəksən, uşaqlar olur 6-dır, 7-dir, 9-dur, bədən yığıram, nə bilim, nə belə danışırlar oğlan uşaqları. Amma 5 gün o 4-dən, 5 gün, 3 gün gedər idmana, sonra dayanar. Yox əşi, məndən olmaz, sonra eləyərəm belə. O axıra qədər getməyi öyrətmək lazımdır ki, o bütün həyatı boyu ona lazım olan bir şeydir. Başladığı işi sona çatdırmağı, hər bir işi planını görməyi ana öyrətməlidir övladına. Ki sən bax, böyük plana çatmaq üçün balaca planlar qoymalıdır. Bir neçə plan, yəni o plana çat, bax səbir orada lazımdır. Sonra o biri plana çat, sonra böyük plana, yəni böyük belə deyək hədəfə. Sonra biraz 4 uşaqları oğlanlar əllərinə rəvac verəndilər və şaplaşaraq döyüşsün, vuruşsun, bax belə şeylər eləyərlər. Yəni ona görə səbir, onlara biraz səbir. Bir də qəşəng onları idmana versinlər. İdman, yəni orada onlar bir-birini döyərlər, yıxılar, durar. Yəni evə gələndə heç olmasa o enerji yerinə oturur. Artıq enerjisi xərclənsin heç olmasa. 5. Mütləq. 5 də. 5-i əgər sizdə 5 uşaq varsa karmadan onu belə deyək də, verin ürəyiniz istəyən dərnəklərə, ürəyiniz istəyən cürbəcür. Yaradıcı yerlərə. Bəli, həm yaradıcıdır, yəni həm də onun beyni də məşğul olmalıdır, əlləri də məşğul olmalıdır, özü də məşğul olmalıdır ki, çünki onlar eyni zamanda bir neçə iş görməyə bacaran insanlardır. Əgər o uşaqda karma varsa, həmən yöndən onda problem ola bilər. Yəni görmək istəməz, stresli olar, stres, onlarınki stres. Və yaxud da ki, deyər ki, yox, tez olsun. Yəni bir işi deyərsən bunu gör, bunu buradan belə. Biraz eləyər qoyar o da biraz 4 kimi, deyər ki, yox olmadı. Onlara bunu, yəni bunlar məşğul olmalıdırlar. Biraz da öyrətmək lazımdır ki, bu işi gör qutar, sonra bu birisinə keç, sonra bu birinə keç. Yəni görəndilər əslində, biləndilər. Uşaqlar 5-dən karma olan uşaqları belə deyək də, məcbur demirəm, amma onlar üçün elə bir şərait yaratmaq lazımdır ki, dil öyrənsinlər, özlərini ifadə edə bilsinlər. Sabah bir gün, çünki məktəbdə də artıq o kurikulum, yəni özünüz bilirsiniz ki, imtahanlar vaxtı adicə bu KSG-lər, bunların hamısı axırda suallar olur. Özünü ifadə eləmək, hansısa bir şey haqqında danışmaq, açıq suallar deyirlər, cürbəcür. Onu
Əgər 5-dən karma varsa yaza bilməz. Məsələn, özünü ifadə edə bilməz. Baxarsan ki, ayrı vaxtda dil ötür, danışır. Amma elə ki, deyərsən filan şeydən danış, qalar, donar qalar. Hətta 5-dən karma olan uşaqlarda danışanda kəkələmə, boğazında problem, burnunda ət və belə şeylər ola bilir. Yəni, mən düzdür, bu xəstəliklərdən danışmamışam, amma kəkələmə ola bilər. O da ən çox bəzən cinsi yetkinlik dövründə keçib gedən o karma xəstəlikləridirsə, cinsi yetkinlik dövründə keçib gedən xəstəliklər olur onlar. 6. 6 özü də yaradıcı bir rəqəmdir. Yaratmaq, düzmək, qoşmaq, qoymaq bu uşaqlara da. Yəni əslində 6 da hizmətdir. 2 dənə ən çox hizmət eləyən rəqəmdir. bir də 6. Biri 2, biri 6. Bunların ikisi də elə qarşılıqlı münasibətlərdən əziyyət çəkirlər. 6 uşağı bütün bu qarşılıqlı münasibətləri qoysaq bir qırağa, 6-nın ən birinci, onu belə deyək, çuxura salan bir şey onun mükəmməlliyətçi olmasıdır. Yəni uşaqlıqdan görürsən ki, öz oyuncaqlarını məsələn düzdür onun üstünə, hə? O biri əyri durdusa, gedər gələr onu düzəldər. Yəni biz ona indi asimetriya, simmetriya deyirik, amma o mükəmməl şey. Yəni ki, geyimi, keçimi, kitabı, dəftəri hamısı belə. Bəli, mükəmməl olmalı. İndi o səliqəyə baxmaya bilər, amma uşaq elə bilir ki, o gördüyü işlərin hamısını mükəmməl eləməlidir. Baxırsan ki, əlaçıdır, yaxşı oxuyur, amma uşaq qorxu içindədir. Uşaq stressdədir. Acaba yaxşı danışdımmı, danışacaqmı? Müəllim məndən razı qalacaqmı? Bütün bu mükəmməlliyətçiliyin kökündə gələcək qorxusu, vəsvəsə, əndişə, bunlar da çox ciddi bir şeylərdir. Bəli. Çox da dəhşət, yəni insanı, böyük insanlar görürəm mən 30-35 yaşında xanım xəstəni qorxu ilə yaşayır. Yəni burada da yəni mükəmməl olmaq zorunda deyilsən sən. Uşağa öyrətməlidir. Balacalıqda mükəmməl olan tək Allahdır. Sən mükəmməl deyilsən, insansan, yanlış yapa bilərsən, sən səhv işlər görə bilərsən. Buna görə mənim yanımda səhv iş gördünsə, ana deməlidir bunu. Bir dənə özür dile, yəni bağışla deyəcəksən, mən səni bağışlayacağam. Və yaxud da ki, mənə gəlib deyəcəksən, mən nəyim var, nəyin yoxdur. Biz insanı səhv də iş görə bilərik. Bunu bilməlidir. Ən birinci 6-lara bu lazımdır. 7-yə keçək. 7 rəqəmi 7 onlar çox belə araşdıran uşaqlar olurlar. İstər-istəməz görürsən ki, araşdırır. Çalışın ki, onun araşdırdığı şeylər lazımlı şeylər olsun. Yəni görərsən ki, balacalıqdan, yəni 7-8 yaşından, hətta 9 yaşından dini araşdırmağa həvəs olar. O zaman ana onun yanında olaraq doğru düzgün yönəltməlidir. Yönəltməsə 7-lərin axırı gedir deist, ateist, nə bilim mən agnostik deyirlər. Bunlara gedib çıxa bilir. Mən bunu nə qədər görürəm. Düzdür, düzgün əgər yönləndirərsə, çox da gözəl yerlərə gedib çıxanlar var. Yəni uşaq o yaşda uşaq dini araşdırmalı deyil. Ondan sonra elm, coğrafiya, yerin relyefini araşdırsa, ona deməli araşdırmağa görəndə ki, araşdırır, nəyisə araşdırır, ona elə bir şeylər vermək lazımdır ki, lazımlı şeyləri araşdırsın. Ən çox məsələn, onu sevərlər onlar tarixi, mifologiyanı, belə şeylər, filosofiyanı, bütün bu şeyləri qoy araşdırsın, eybi yoxdur, öyrənsin və düz siz demişkən coğrafiyanı, ölkələrin tarixini, bunları, yəni bunlar araşdırmacı olarlar, ayrı onlar oxuyan olur. Bir qayda olaraq biraz 7-dən olan karması olan uşaqlar uşaq vaxtı belə deyək də, bax onlar o araşdırdıqlarına görə negativə də, pozitivə də düşə bilərlər və onlardan inanın ki, dahi də çıxa bilər, qatil də çıxa bilər. Yəni bu dərəcədə ciddi bir şeydir. Ona görə yəni bütün uşaqlara nəzarət lazımdır balaca vaxtı, yəni heç olmasa 9 yaşına qədər. Amma 7-lərə xüsusi lazımdır. Çünki belə baxanda bilinc altında, şuur altında onlar hər şeyi bilir. Ruhu da çox şeylər bilir. Yəni bilən bir rəqəmdir. 8-imizə keçək. 8 uşaqları öyrətmək lazımdır ki, yəni onlarda belə şey olar da, filan kəs haqlıdır, filan kəs haqsızdır. Mən daha yaxşı cavab verdim, mən 3 aldım. Filan kəs məndən pis cavab verdi, o 5 aldı. Niyə belə oldu? Olmaz.
Ana öyrətməlidir ki, sən heç harda haqq, ədalət, adil əslində 8-lər gözə girmək istəyər, onların aurası açıqdır. Mənəm, hamıdan gözəl mənəm, hamıdan ən yaxşı, yəni mənəm deyə bilən rəqəmlərdir. Amma yəni orada bir də 8-lər çalışar, uşaqlıqdan da olur o. Başqa uşaqların sorumluluğunu alar öz üstünə. Sanki nə bilim evdə bacı qardaşın ola bilər. Yəni elə bil ki 7 yaş boyunca bir 3 yaşında bacısı var. Onu qoruyar, onun da həddən artıq sorumluluq. Ana bunlara fikir verməlidir ki, birinci də onu deməlidir ki, o yəni o sən düşünürsən ki, o nahaqdan, yəni haqsızdır, tutaq ki, kimsə və yaxud da ki, haqlıdır. Sən özünə cavab versən, öz sorumluluğunu al. Yəni çünki 8 güclü rəqəmdir. Onlar ona görə sorumluluq almağı sevirlər. Elə bilirlər hər kəsin üstünə qənət səra bilərlər. Hər kəsi qorumaq deyil ha. Yəni hər kəsin sorumluluğunu. Onun bir də görürsən onlar uşaqlıqdan son qəpiyi olsa xərcləyər, verər, əlləri açıq olur. Yəni biraz da o burada mənəm Bağdadda kör xəlifə deyə bilən uşaqlar ola bilərlər. Yəni özündən razı, hər kəsin elə bil ki güclü də bu 8 rəqəmi güclü. Ona görə yəni hər kəs o ədalət deyilən bir şey var ha. Onu paylaşdırmağa bax. Çünki 8 karma rəqəmi, 8 paylaşdırar. Yəni onlar ondan ötürü gəliblər bu dünyaya ki paylaşdırsınlar. Və karma varsa orada, ona uşaqlıqdan heç kimin sorumluluğunu üstünə almayacaqsın. Nə bacının, nə qardaşın, nə dostun. Dostun çox vaxt gedirlər onun bunun sorumluluğunu böyüdükcə, balaca vaxtından artıq bunu öyrətmək lazımdır. Müaydındır. Sonuncu rəqəmimizə gələk. 9 rəqəmi. 9 rəqəmində uşağa öyrətməlisən ki, lap kiçiklikdən. Bilirsiniz, bu 9 rəqəmin uşaqlardan istifadə edirlər həmişə. Gedərlər, bilərlər. Şəfalığına görəmi yoxsa? Tək şəfasına görə deyil. Yəni bu şəfa da elə belə yerdən deyil də. Bunlar kömək eləmək, hər kəsə yardım eləmək istəyi var bunlarda, bu uşaqlarda. Yəni o yardım eləmək istəyi onun belə deyək də, sanki ondan istifadə edirlər. Qurbanlıq edir işte. Qurbanlıq, ay sağ ol, qurbanlıq yerinə qoyarlar o uşağı. Əslində onda yardım etmək istəyi var. Amma o uşaqdan istifadə edirlər, onun yardımından istifadə edirlər, hər şeyindən istifadə edə bilərlər. Və o uşaq dəfələrlə aldanar. Yəni yaxşılıq eləyir, pislik görər. Bu necə ki enerji belə işləyir. Həmən də onlar oradan tuzağa düşə bilirlər. Ona görə uşağa balaca vaxtından öyrətmək lazımdır ki, səndən yardım istəməsələr yardım etmə. Qaçıb ona buna, gəl sənin üçün buna eləyim, gəl sənə onu eləyim, gəl sənə bir kür. Hətta baxırsan ki, yaşın başını almış qadındır. Fikri başqalarındadır ki, kimə necə yardım edeyim. Yəni bu çox çətindir. Çoxsu da deyir, sən eşitdim, işsizsən, sənə bir iş tapmışam. Gedir işləyir. Bu da orada işləyirsə, bəzən görsən elə bir şərait olur ki, onu işdən çıxartır, özü qalır orada. Yaxud da gedir orada özünün bir səhv ucbatına bunu pis eləyir. Həm maraqlıdır ki, yaxşılıq eləyəsən, həm də bunu pislik kimi qələmə verirlər. Yəni ki, 9'ların arasında onlardan çoxdur. Bir də uşaq, əgər yəni bu uşaqdır da, bilsin ki, ana ən çox yəni uşağa göz dəymək, nəfis tutmaq, o biz el arasında belə deyirik, amma uşaq enerjini paylayır, özündən asılı deyil. O enerji, Allahdan ona verilən saf enerji həmişə axır, gedir bundan. Və uşaq negativ enerjiləri, o qədər negativ uşaqlar var ki, aqressiv, onları götürüb evə gələ bilər. Bunu ana bilsin. Yoxsa ki, uşaq ay xaraktersizdir, ay uşaq lazımsız yerə qışqırır, ay yuxuda qışqıra bilərlər, yuxuda gülə bilərlər. Uşaqlar yuxuda qorxa bilər. 9'dan karması olan uşaqlar ümumiyyətlə bütün uşaqlar kimi olmaya bilərlər. Yəni astrala yolları açıq olur. Yəni 5'dən də karma, onu bayaq unutdum. Yəni orada da astrala yol açıq ola bilir. Çünki ikisi də şəfa ilə əlaqəlidir, 9'unda. Yəni göz, nəzər, ana bilməlidir bunu. Heç olmasa, məsələn, ayət-el kürsü, qoruyucu dualar, heç olmasa Azərbaycan dilindəki, yəni uşağa da balaca vaxtından öyrətmək lazımdır ki, yəni o uşaqlar evə gələr çox vaxt baş ağrısı ilə, boyun ağrısı ilə, yəni belə
bilməzsən ki, bu niyə görə, nə oldu bu uşağa? Evə gələr 1 saat, 2 saat, 3 saat yavaş-yavaş uşaq özünə gələr. Çünki belə uşaqlara ən çox da toplum yerdə olmaq olmaz. Yəni apararsan uşaq gedər sağlam evə gələndə artıq halı yox. Yox, bəzi valideynlər görmüşəm, deyir bu toyacada gedən kimi gələndə ağır olur xəstələrin. Bəlkə də o siz deyəndəndir. Sadəcə valideynlər o numeroloji izahı bilmədiyinə görə sadəcə deyir bu adam toya Bəli, ona falana görə gedəndə mən deyirəm ki, 9-lara professional dəstək lazımdır. Onlar 9-dan karma olan, bəlkə də onun 9-un çakrası da boşdur. Bəlkə ana kulvarda 9-dur. O zaman daha da güclənir və insan gözünü aça bilmir. Marketə belə girə bilməyən 27-26 yaşında qadınlar var. Yəni deyir ki, Kəmalə xanım, nə danışırsınız? Mən marketə belə getmirəm. o da pisdir də insan da qapalı qalmamalıdır. Yəni özü Bunun bilir xilası ki, olmasa, nədəndir. hə. Bəli, deyir ki, mən elə bilirdim ki, mənə müalicə lazımdır. Yəni müalicə keçirəm, amma düzəlmirəm. Amma bizim dəstəyimizlə yəni insan şəfasını tapır da. Yəni beyinə düşüncəyə ilişən bir qarmaq var da. Sizin köməyinizdən o qarmaq qopur, bu artıq rahatlanır. Əziz izləyicilər, ekranda Kəmalə xanımın nömrəsi gedir. WhatsApp vasitəsilə səs də ata bilərsiniz, yazı da yaza bilərsiniz, müraciət edin. Bax belə görürsünüz nə gözəl. Bunu dinlədikcə mənim özümə də çox maraqlı gəlir. 10%-ni mən deyirəm. Hələ mən müəyyən qədər məlumatım var, belə özümüzdə söhbət edirik, amma danışanda istər-istəməz o numeroloji rəqəmi olan adamları, uşaqları fikirləşim, görürəm bir oradan da ailədə bax o cürdür. Xüsusən də 9-la bağlı 4-5 uşaq tanıyıram qohum-əqrabadan. Eyni ilə dediyi kimi. Bax bu indi görün hələ bu ümumiləşdirilmişdi. Görün xüsusi olsa nə olar. Ona görə uşağınızın gələcəyinə laqeyd qalmayan Kəmalə xanıma müraciət edin. Bax burada bu dediklərinizdə bir sual çıxır ortaya. Bəli. Bu uşaqların ayrı-ayrı karmik borcunu deyim, karmik yükünü mü deyim, dediniz. Onları tərbiyə eləmək üçün valideynlərin rəqəmi vacibdir, yoxsa ümumi standart tövsiyələr paketini belə deyək, tətbiq eləməlidirlər? Yəni Məsələn 1-9-a əgər tutaq ki 2 xidmətçidirsə, anasıdır da ona xidmət edən. Bəs o da 9-dur, o da şəfaçıdır, o da enerji palir, bu da. Bu ona nə dərəcədə kömək edə bilər? Yoxsa bunu birinci düzəltməlisiniz ki, ona kömək eləsin? Bax məsələn belə bir şey olar. Yəni ikini deyirsiniz ki, sevgi. Misal üçün də 2, hə. Payladığı sevgi o sevgi deyil ki. İkinin payladığı sevgi yapışqan bir sevgidir. Heç də yaxşı bir şey deyildir. İkilər əslində, 2-dən karma olan, 2 rəqəminin çox pin kodunda olan. Mən həmişə deyirəm ki, Allahdan uzaqlaşırsınız. Niyə görə? Övladın qoyur Allahdan yuxarı. Bütün günü evladına sevgi vermək, ərinə sevgi vermək, yapışqan bir sevgi ilə sevmək bu heç də yaxşı bir şey deyil. Göy enerjisinin belə xətrinə tək. Orada əlbəttə ki, sistem onu o dəqiqə vurur. Niyə? Sistem elə bir şeydir ki, bu gün ana, mən bir-iki dəfə verilişlərdə demişəm, gördün uşaqdan ötürü belə bir sevgi yarandı içərisində, öpmək istəyirsən, ya o dəqiqə birinci Allaha dua elə. Yəni şükür sənə ya Rəbbim, mənə belə bir evlad verdiyin üçün. Nə istəyirsən de də. Ondan sonra uşağını öp, qucaqla, nə istəyirsən o sevgini ver. İzin kimi. Orada o şeylər çox vacibdir. Və 2 rəqəmi nə eləsən də, nə eləməsən də, belə kişilər də var, qadınlar da var. Yəni o 2-nin ona görə bax, niyə görə onlara karma oradan o övladın dünyaya gəlmə yolunda şey qoyublar, bariyer. Niyə? Çünki sən verirsən, övladına daha çox sevgi verirsən. Sən qulaq asmırsan, bu sistemin qanunlarına uymursan. Yoldaşına verirsən çox sevgi. Məsələn, sevgini yoldaş deyirik, yəni o sevdiyin insan da ola bilər. Baxırsan, təzə tanış olub, 5 gündür, 3 gündür. Kişini o qədər sevgi ilə əhatə edir ki, bu ki, anasıdır. Şəfqət, sevgi. Yolunda ölərəm demək də ən böyük günahdır. Yəni sən belə çıxır ki, Allah sənə yaratdığı bir ömür verib, sən bir bəndədən, Allahın yenə yaratdığı növbəti bir bəndədən ötürü özünü həlak eləməyə razısansa, deməli göylərin, Allahın əleyhinəsən də. Özdə Sabah müəllim, əvvəllər o sözlər o qədər də nəzərə alınmırdı. Sistem tərəfindən 1 ilə 2 ilə yerinə yetirilirdisə. İndi anında biz bugün sözü deyirik, səhərsi gün bizə ya cəza, ya onun bir mükafatı. Yəni bizə bir balaca bir mesaj da olsa verirlər ki, aman da özü düzəlt. Yəni sən səhv yoldasan. Bunu ona görə mən deyirəm, bax fərqindəlik, aydınlanma budur. Əgər bir qadın bunları sezərsə, anlayarsa ki, aman bu mənə bir mesajdır. Ən çox belə mesajlar altalara gedir.
6 çünki üçüncü gözdür. Yəni amandır, özümü yığışdırım. Mənə bir mesaj gəldi. Bunu edərsə, yəni ikinci dəfə şey. Əvvəlcə sistem bunu yanındakı insanlara məsələn bir şey eləyir, onunla göstərir sənə. Məsələn, mənə bir mesaj vermək istəyir, görürəm ki, kimlənsə, yəni qonşuda bir şeylər baş verdi. Yəni buradan mən anlamıramsa, sonra mənim özümə göndərir. Öncə mala, sonra cana. Yəni bu sistemin qaydası, qanunu budur. Ya, aydın. Mən sualımı biraz başqa formadan deyim. Dediyiniz o uşaq karmalarında tutaq ki, deyirsiniz 9-a 9 uşaq karma varsa bunu eləyin, 7 varsa bunu eləyin. Yəni heç də bütün valideynlər dediyinizin hamısını eləyə bilmir. Çünki bəzisi var, tutaq ki, özünə qapılmış anadırsa, mən ona görə deyirəm, o valideynlərin özünü gücü çatan potensialı deyirsiniz ki, məsələn 7-yə bunu ver. Bəlkə məsələn mən rəqəmin 1-dir, 3-ü tərbiyə eləyə bilmirəm də, mənim gücüm çatır. Mən də elə 10 kimiyəm. Onda ona tərbiyə eləyə bilməyəcəm. Onda nə etmək lazımdır? Mən onu demək istəyirəm. Belə deyək də, orada sən əgər anasansa, sənin rəqəminin orada heç bir dəxli yoxdur. Ay sağ ol, mən bunu İstəyirsən bilmirəm. 1 ol, istəyirsən 2 ol, istəyirsən 5 ol. Tək dediyim Sən elə. birinci növbədə bir insansan da, yəni bu səndə mərhəmət, sevgi uşağa qarşı olmalıdır. Bəli. Yəni oradan bir də bilməlisən ki, yəni mən uşağı öz başına qoyum. Bunu belə eləmə, bunu belə elə, bunu belə. Uşağa əmr verməklə deyil. Və yaxud da ki, sən bunu belə etmə, və yaxud et demək olmaz. Özün göstərməlisən, özün birinci növbədə. İnsan yetişdirdinsə, heç olmasa 3 yaşına qədər gördün ki, bunda insani keyfiyyətlər yetişdirmirsən. Ondan sonra bax sən bunu 1 kimi yetişdirirsən, 3-dənmi onun karması var. Yəni nədən düzdür, uşaq doğulan kimi onun karması bəllidir, məlumdur. Belə də anaya məsləhət vermək olar. Zaten o aydınlanmış, fərqində olan analar və yaxud da ki, bu yolda bir çox işlər görürəm, elə analar var. Bəziləri də həddindən artıq çox titizdir, həddindən artıq bir şeylər, bu belə olar, bu belə olmaz. Deyirəm, sən bir öncə sakitləşsən biraz, bu qədər də olmaz. Yəni o da balansı aşmaqdır. İnanın ki, balans hər şeydə lazımdır. Uşağı tərbiyə edəndə bir də görürsən, sərhəddindən çıxır. Yəni uşağı eləyib bir dənə robot. Elə bil ki, mən belə deyəcəm, belə olacaq, belə deyəcəm, belə olacaq. O da bir candır, o da bir inciyir, ya və yaxud da ki, yorulur. Yəni bəziləri uşağı çox yükləyə bilir, bəzi valideynlər. Və yaxud da ki, uşağı əşi onsuz da özü oxuyur dərsin, ya da ki, bunlardan heç atası da oxuyan olmayıb, bundan oxuyan olmaz. Yəni belə, bu da olmaz. Yəni, bax, o deyir, ümid ən axırıncı ölür. Bax, son ümidinə qədər getməlisən uşağının. Son ümidinə qədər. Ana var ki, 7-ci sinifdə oxuyan uşağı ilə oturur, dərs oxuyur. Yəni, mən alqışlayıram. Mən də. Ana var ki, artıq 1-ci sinifdə uşağa biraz baxır, baxırsan ki, uşaq 2-ci sinifə keçib yaza bilmir. Mən işləmişəm, vaxtı ilə belə şeylərdən ona görə bilirəm. Uşaq yaza bilmir. Ana, yaxşı, müəllim öyrətməyib, bəs sən haradaydın? Yox, bilirdi, yazırdı, indi yaza bilmir. Öyrədilməyib uşağa. Amma mən öyrədirəm, dururam üstündə, tutaq ki, artıq yazır. Bax, belə, yəni ona görə deyirəm ki, yəni ana olan bəndə, ana olan kəs uşağından gözünü çəkməli deyil, ayırmalı deyil. Ondan sonra sən rəqəmə bax ki, yəni mən uşağa nə eləyim? Bax, görürsən, mən uşağa indi analiz eləyirəm də, deyir ki, eynilə Kəmal xanım. Görürsən ki, ana o qədər hazırlıqlıdır, ana o qədər məlumatlıdır. Deyir ki, bəli, uşağım bu belədir. Bəzən də olur ki, uşaq, bax bu yaxında bir uşağı analiz elədim, 2 qardaş idilər. Uşaqda görürəm özgüvən yoxdur. Ana deyir ki, uşaq özgüvənlidir. Çox özgüvənlidir. Baxdım biraz, o tərəfdə, özgüvən yoxdur. Burada bu ola bilməz ki. Biraz artıq bunlarla söhbət eləyəndən sonra onun hərəkətlərindən, onun oyunlarından, işindən, gücündən deyir ki, Kəmal xanım, indi yadıma düşdü ki, o dərsi oxuyur, düzdür deyir, gedir qiymətlərini yaxşı alır. Dərsi oxuyur, amma getdi elə ki, deyir, məsələn, 100 almalıdır da testlərdən. 90 alıbsa, o günlərlə özünə gələ bilmir. Bu nədir? Özgüvənsizlik deyilmi? Özgüvənsizlikdir. Yəni, ona ana deyəndə ki, eybi yoxdur, gələn dəfə 100. Çoxundan yaxşı yığmısan da əslində. Yox, indi 90 yığdın. O sözüm mən.
90 yığmısan bugün, gələn dəfə 100 yığacaqsan, heç nə olmaz. Və əsas burada uşağın keçirtdiyi haldır. Uşaq günlərlə özünə gələ bilmir. Mən yığa bilmədim. Niyə yığa bilmədim? Bu indi özünə güvənən uşaq olsa bu, orada numerologiya göstərir ki, güvən yoxdur. Bu uşaqda özgüvən zəifdir. Onu inkişaf etdirmək lazımdır ki, bəli, gələn dəfə yığacaqsan. Yəni belə-belə özünə güvənməlidir. Uşaq istər-istəməz əgər günlərlə onu fikirləşir, onun aqressiyasına düşür, onu fikirləşirsə özgüvəni yoxdur. Həm də uşaqlıqda hamımız keçmişdə valideyndən falandan kənarda uşaq sanki özünə bir qaydalar, konstitusiya yaradır ki, bu belə olmalıdır, bu belə. Bəli. Təbii ki, onun ağlı o dərəcədə deyil, məntiqi o dərəcədə deyil, dünyadan da demək olar ki, xəbərsizdir. Ona görə valideyn deyəndə, deməli mən bunu səhv fikirləşirəm. Məsələdə mən balaca vaxt elə bilirdim ortancıl dayım dünyada hamını döyə bilər. Sonra gördüm başqa uşaqlar da deyir, mənim dayım belə, özü doğrudan çempion olub falan olub. Hə, anladım. Uzun müddət çəkmədi. Amma o mən görmüşdüm də ağacı falanı götürür. Atamdan bilirdim ki, güclüdür. Amma sonra yavaş-yavaş anladım. Amma bunu izah eləməyəndə, göstərməyəndə bilmir. Bir də bir xanım, rəqəmin bilməm, Oxatan bürcüydü. Küçədə mən dedi ki, Amala xanımla soruşun, deyir yazıram görmürsünüz, amma bizə düşmür nəsə. Deyir mən karmanın əvvəlcədən ödənilməsi məsələsindən danışıram. Deyir mən 6 yaşa qədər danışa bilməmişəm. Bir dəfə əlim peçə yapışıb, izi də qalır. Yəni sobaya yapışıb. Bir dəfə anam çaydanı götürəndə qaynayan çaydanı qulpu qırılıb əlindən belimi yandırıb. Bir dəfə də nəsə olub, hardansa yıxılıb, dizdən aşağı ayağı qırılıb. Ayın 7-si də olub yəqin. Dekabrın, ola bilər, bilmirəm. Hə, indi yəqin bizə baxır. Ya Yəni deyir mən 7-si, bunların ya hamısından 16-sı. keçmişəm. 6 yaşında deyir dilim başladı yavaş-yavaş danışma. 7 yaşında artıq məktəbə getdim. Normal danışır, məndən də yaxşı danışır. 2 də əlavə dil bilir, rus, ingilis. Hə, amma yəni deyir ki, bu çox əziyyətlər çəkirdim, ağrıyırdım, eləyirdim deyir. Amma indi bu əvvəlcədən bədəlin ödənilməsi var. Məsələn, din deyir ki, var. amma dində deyir, mən o vaxt Etibar Erkinə deyirdim. Deyirdim ki, 2 dəfə müharibədə yaralanmışam, bax bir dəfə metroda yaralanmışam, bu qədər işlərdən keçmişəm. Dedim Allah Taala gələcək günahlarıma görə əvvəlcədən cəza verə bilər. Mənə belə tərs vaxtı dedi. Allah belə o qədər ədalətsizdir. Eləmədiyim bir şey görə sənə günah verir. Hətta bəzən eləyənə də mərhəmət göstərir ki, eləməsin. Amma karmik enerji də elə deyil də. Enerjidə indi mən onu bilmək istəyirəm ki, indi bu qız yazıq. Düzdür, yaxşı yerdə işləyir, amma deyir mən indi bədəlimi ödəmiş sayılıram. Bax o görsən o ruhun bilgiləri də olar. Bax hər bir ruh bu dünyaya gəlməmiş yuxarıda strategiya seçir. Nə zaman karmamı keçəcəm deyə özü üçün. Məsələn, kimisə ruhu 40-50 yaş arasını seçə bilər. Uşaq vaxtı yaxşıdır əslində. Görürsüz? Kimisə ruhu aşağı şeyləri, yəni aşağı yaş, 9 yaşına qədər və yaxud 9-18 yaş arası cürbəcür özü üçün strategiyanı onlar özləri seçir gəlir ruhlar. Və əgər bir adam ayın 7-si doğulubsa, bu deyir ki, mən o illərdə, yəni 0-9 yaş arasında təkamül eləyəcəm və belə deyək də, cürbəcür xəstəliklər, tez-tez xəstələnmələr, tok 3 dəfədən əməliyyat olunub, hə. tok vurmalar, əməliyyatlar, ondan sonra yanmalar, ildırım vurmalar. O laf dəhşət. Olub, yəni bilirəm, ona görə yəni tanış bir adam var. Ona görə yəni bu uşaq baxırsan ki, yəni bunlar 7-lərdir. Ona görə bayaq dedim ki, 7 ağır rəqəmdir. 7 deyir ki, mən nəyin bahasına olursa olsun təkamül etməyə gəlmişəm. Və başqası bir addım Allahın huzurunda qalxanda mən 2 addım qalxacam. Yəni bu qədər. Hələ bir indi siz baxın, bir adamın o xəritəsində 2 dənə, 3 dənə 7 olar. Yəni o dönəmlər. Tutaq ki, uşaq vaxtı da keçirdir o şeyləri, bir orta yaşda da, o birisi yaşda da. Yəni bu xanım yəni düz fikirləşir ki, hardasa karmanın bir hissəsini ödəyib. Yəni bir hissəsini. bir Hə, hissəsini. bu deyir bəlkə hamısını ödəmişəm. Bəlkə indi onu Bilmək lazımdır, hə. Onda mən indi deyirəm, bəlkə 7-si, ya ayın 16-sı, 25-i də ola bilər. Yəni bu adam ya da 7-dən karması ola bilər. Və yaxud da yəni 2 dənə 7 yan-yana ola bilər ya da 7-si doğulub. Bax, ən çox uşaqlar biz. Mən bilməm, günü bilməm, amma Oxatan olduğumu 7-si bilirəm. doğulur. O tərəfdən də 7-dən də çakrasında karmalı. Yəni onlar yəni düzdür, 7 rəqəmi güvəndir, güvənsizlikdir. Amma 7-ni ödəyən bir şəxs onun xəstəliklərlə,
Yəni yaşlı vaxtında isə işlərin düz gəlməməsi, aldanmalar, belə şeylərlə keçirirlər. Xəstəlikdən də başqa. Yəni o qədər bunlar əslində belə baxanda ona Yox, bu bütöv görürsən ordakı. Bəli, yenə deyirəm, 7-dir, bir də 9-dur. Bunların içərisində ruhi xəstəliyə qədər gedib çıxanlar var və mən analiz elədiklərimin içərisində var onlar. Hətta mən düşünürdüm ki, yəni 7 çıxmamışdı qarşıma bu ilə qədər. Ən çox 9-lar. Yəni onlar bax uşaq 9 olan uşaq, 9-dan karması, özü 9-la gələn, başqa çakrası boş, anakol var 9 ola bilən uşaqlar hətta varlıqları belə görə bilərlər. Onların səsini belə eşidə bilərlər. Yuxuda qorxa bilərlər və ruhi xəstəliklərə qədər gedib çıxa bilən bir şeylər. Ona görə deyirəm analiz elətdirin. Və 7-dən də mən bunu gördüm ki, yəni o qədər 7-nin üstünə yığıb ki, 4 dənə üstündə 7 var və uşaq artıq yəni o biri aləmdədir, ruhlar aləmində. gərək siz deyəndən sonra bu Azərbaycanda olan əsl də fırıldaqçı dələduzlar yox, o ekstrasenslər, bioenerji verənlər, onlara baxa yəqin elə 9 çıxacaq hamısında. Öncə görənlər, həqiqətən, şəfaçılar. Ola bilər. Bəlkə də yəni baxanda o sistemi biləndə adam biraz daha rahat olur. Və verilişin sonlarına çatırıq. Son bir sual da verim. İzləyicilər soruşur ki, bu keçən dəfə də danışdıq. Amma deyir bu numeroloji təsir, rəqəmlər neçə yaşa qədər bizə təsir eləyir? Həmişə ölənə qədər. Keçən dəfə dedim, deyir 40 yaşdan sonra olmaz falan, amma neçə yaşa qədər işləkdir deyir. Məsələn 75 yaşında adam sizə müraciət edə bilər, deyir eləyərəmsə, məsələn məndə nə dəyişəcək? Bax bir adamdan sual verir. Onda nə dəyişəcək? O yəni bu gündən sonra onda nə dəyişə bilər ki? Bəlkə insanlara münasibət dəyişə bilər, həmişə danışırsınız. Fikri, beyni, zehni, ruh halı, bax bəzən sağlamlığı da. O 7 rəqəmi olarsa, bax onun əgər beyni, ruhu, bir də bədəni vəhdət təşkil edərsə, o adam sağalar. Oradan da onun xəstəlikləri falan sağalar. O rəqəmindən asılıdır. O rəqəmi heç olmasa bilər. Bəlkə 9-dur bu adam, bəlkə 3 günə biz bunu normal bir yerinə qoyacaq, canı ağrımayacaq heç olmasa. Yəni bu şeylər var. Bundan başqa heç olmasa belə deyək də bilər, müqayisə eləyər ki, mən niyə görə bu dünyada nəyi düz elədim, nəyi düz eləmədim, niyə gəlmişdim bu dünyaya. Sonra da bax biz zirvə illərini mən hesablayanda orada ən çox zirvə ilin, axırıncı zirvə ili 60-62 yaşa düşür də. Ondan sonra da üstünə 9 gələndə 71-72-yə gedir, çıxır. Mən həmişə deyirəm ki, əgər aktiv həyat tərzi sürəcəksinizsə, 72 yaşında onun hədiyyəsini alacaqsınız. Çünki 9 illik döngülərdir. Yox, sən evdə oturacaqsan, pensiya çıxmışam, əşi nəyimə lazımdır, əllərimi, ayağımı uzadım, oturum, elə bir şeydirsə, onda nədən siz ala bilərsiniz? Və bu dünyada Səbur müəllim, insanlar müxtəlifdir. Ən çox numeroloji analiz elətdirməyə həvəsli insanlar 5-lərdir, 7-lərdir, 3-lərdir. Yəni, belə deyək, maraqlı, dəyişimə, dönüşümə hazır və analitik, araşdırıcı rəqəmlər bunlardır. Mən demirəm, yəni 8 də olar, amma ən çox 3-dür, 5-dir, 7-dir. Bunlar görürəm, baxıram özümdəki, nə qədər yaşı var, ancaq rəqəmi 5-dir, istəyir analiz eləsin. Deyir ki, mən vəhçdə gəlirəm, mən heyran oluram, deyir. Siz danışırsınız, başa salırsınız, mən görürəm, bunların hamısı məndə var, mən rahat otura bilmirəm. Yəni bu əlbəttə ki, rəqəmdən də çox asılıdır. Xatırlayıcı bir xanım yazmışdı ki, mən Kamala xanımla şübhələndim, deyəsən məni güdüb ömrü boyu. Yəni ömrü boyu deyir yarımda olub sanki. Deyir YouTube'da yazmışdı. Əvvəlki verişdə deyir, şübhələndim deyir. Deyəsən məni güdüb ömrü boyu. Deyir hər şey o qədər dərdlidir. Yəni sanki yanımda olub da. Yəni o yaxşıdır. Çox sağ olun Kamala xanım. Çox belə enerjili, xoş məsələlər danışdınız. Əziz izləyicilər, bir daha deyirəm, Kamala xanımın nömrəsi efirdə gedir. Nə zaman istəsəz yaza bilərsiniz, soruşa bilərsiniz, müraciət edə bilərsiniz, analiz eləsin o da. Ən çox da bizim gələcəyimiz olan uşaqların taleyini
müsbətə doğru dəyişmək üçün bütün dünyada eləyirlər. Yaponiyada bu artıq dərsliyə az qala salınıb. Rəqəmlər üzrə, astroloji üzrə, Uşaqlara çox lazımdır. başqa şeylərdən də dərslər keçirlər ki, uşaqlar belə deyim, dünyanı dərk eləsin, özünü dərk eləsin. Özünü dərk eləyən Allahı dərk eləyir. Allahı da dərk eləyən bu həyatdan zövq alır, sevgi alır, sevinc alır, xəstələnmir. Və belə dünyaya nə qədər sevgi versək, dünya da bizə onu özümüzə qaytaracaq. Artıq bunun vaxtıdır öyrənməklərin. Niyə bayaqdan bu əvvəllər bu biliklər, bu elm yox idi? Çünki elə bil ki ona bir ehtiyac da yox idi. Həm də o sistem gəlməmişdi O qədər, hələ. yəni sistemə görə deyirəm də. İndi əgər o sistem varsa bizə imkan verilib ki, bunu oxuyun, öyrənin. Çünki bizi sabah hələ bir ildən sonra hansı yeniliklər gözləyir, bir Allah bilir. Hə. Və ildən ilə çox böyük elə bir Sürətlə yeniliklər qalxır, olacaq bəli. ki, insan nəyin nə olduğunu bilməyəcək. Harda yanlış, harda doğru. Heç olmasa bu bax belə ortalığa tamamilə bax belə çılpaqlığı ilə çıxan elmlər var. Onları öyrənməyə çalışmaq, onları heç olmasa özü üçün öyrənmək, heç olmasa övladına analiz elətdirib onu bilmək ki, mənim uşağımın fıtratı nədir, quruluşu nədir. Yəni bunlar çox vacibdir. Çox vacibdir, çünki boş şeylərə vaxt və əmək, üstəlik maliyyə sərf edirlər, mənası da yoxdur. Bir də hamınızdan ricam budur, mən o gün Instagrama girmişdim, bir şəkil paylaşanda, mən tez-tez girə bilmirəm sosial şəbəkələrə, vaxt olmur. Kamala xanım, inanın nə qədər numeroloq adı inan. Bəli. Canlıları video kimi qoyurlar. Az deyir, rəqəmin düz gəlmir, siz boşanın. Deyir, axı 2 uşağım var, yox, boşanın. Gör, nə qədər şarlatanlar var. Bax, biz həmişə bu işıq yaymışıq, qaranlığa qarşı mübarizə aparmışıq. Amma çox təəssüf ki, o qaranlıq özünə daha çox adamı cəzb eləyir. Mən də istəyirəm. Baxın, lap neytral, müxalif fikirlə baxın bizə. Bir dənə negativ nəsə deyirik. İnsanlar uçuruma aparan, ağıllı adamlarsınız, hamısınız məntiqli adamlarsınız. Baxın, deyim, bax, filan sözünüz insanlara ziyandır, zərərdir. Bizim neçə, 20-dən çox verilişimiz var. Baxın, görün, bircə dənəsində, hətta 30-u keç və görün, bircə dənəsində negativ bir şey var mı insanlara, cəmiyyətə bu xoflandıran ya digər məsələlər. Belə, dəyərli dostlar, onu da xatırladım ki, Kamala xanımın numeroloq Kəmalə Mürsəlova adında bir YouTube kanalı da var. Orada digər kanallarda, bizim kanalda gedən verilişlər də var. Yeniliklər orada çoxdur. Mütləq tək gizləməyin, abunə olun, zəngi də, zınqırovu da basın ki, hər yeni video gələndə siz də onu rahat izləyə biləsiniz. Orada hətta Instagram səhifəmi də qoymuşam. Oradan Instagram səhifəsinə girib onu da təqib edə bilərlər, baxa bilərlər. Instagram səhifəmdə çoxlu paylaşımlar vardır. Yəni gərəkli. Bəli, bəli. Oradan bir çox rəqəmlər haqqında və davam edirəm paylaşmağa. İndi analiz etdiklərimi hər birinə yəni xanımlara təqdim edirəm öz kanalımı. Görürəm ki, bəli, yazılmayıblar. Yəni, Yox, hocam, maşallah. Qısa vaxtda baxıram, baxış sayı hər videoda 1000-i keçir. Mən bir il hələ 1000-ə çata bilmədim. Hələ güya mən tanınırdım falan. Videolarım 300, 400, 700 falan. Amma sizdə artıq ilk videolardan 1500, 1700, nə bilim 1300 yavaş. O analiz elətdirib onun xeyrini görən və oradan mənə analizə insanlar göndərən adamlar var. Həmən xanımlar bizim qrupumuzda olan xanımlardır, hansı ki məni artıq əvvəl gündən tanıyırlar. Ona görə də yəni bəli, bizim bir o belə deyək, kütlə var orada. Yəni numerologiyanı öyrənməyə çalışan, tanıyan, yəni mənim də analizimin xeyrini görənlər. Ona görə yəni amma yaxşı olardı ki, abunə olsunlar kanala. Yəni heç nə yazmasalar da heç olmasa abunə olsunlar. Bəli, bəli. Nə qədər çox auditoriyanı əhatə eləsə bir o qədər yaxşıdır. Sizin qabiliyyətiniz, savadınız öz yerində, görkəminiz də qəşəngdir. Səsinizi də tərifləyirlər ki, o səs də adama belə ziyalı, nurlu səs kimi gəlir. Mən çox da demək istəmirəm, özünüz deyirsiniz, yanında oturub tərifləmir. Bəli, deyirlər. Amma ona görə bir daha təşəkkürümü bildirirəm. Belə, dəyərli dostlar, daha bir maraqlı, bu mayın, bu ilıq dönəmində daha bir maraqlı verilişimizi düşünürəm ki, sizlərə təqdim elədik. Sağ olun, var olun, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun.